Hər birinizi xoş gördük dəyərli izləyicilər. Bu gün sizlərlə 2019-da birinci qrupların qəbuluna düşmüş belə bir törəmə sualına baxacağıq. Bizə deyir ki, y üzəri x plus 1 bölünsün 1 minus y üzəri x funksiyasının törəməsinin x0 bərabərdir ln2 nöqtəsində qiymətini tapın. Biz öncəliklə bu ifadənin törəməsini taparıq. Bilirik ki, y üzəri x-in törəməsi ilə y üzəri x verir. 1-in də törəməsi, sabitin törəməsi 0 verir. Deməli, nisbətin törəməsi olduğu üçün nə yazarıq? Birincinin törəməsi vur ikinci, çıxılsın, ikincinin törəməsi vur birinci. Yazarıq ki, y üzəri x vurulsun 1 minus y üzəri x çıxılsın. Deməli, y üzəri x plus 1 vurulsun mənfi y üzəri x. O da elə bizə müsbət, bura müsbət yazarıq, y üzəri x verər. Bölünsün 1 minus y üzəri x-in kvadratı. Bu belə, bu öz yerində. Törəməni tapdıq, indi necə yazarıq? Buradan yazarıq ki, y üzəri x-i mötərizə xaricdən çıxartacaq. 1 minus y üzəri x plus y üzəri x plus 1. Bura bizə elə 2 verər, bu öz yerində. 1 minus y üzəri x. İndi gəlin y üzəri x-ə, x-in yerinə ln2 qoyaq. Y üzəri ln2 qoysaq, bunu loqaritmanın xəstəsindən yazarsan 2 üzəri ln y yazmaq olar. Ln y də elə bizə 1 verəcək. O zaman ifadəmiz y'ləri biz 2 ilə əvəz edərik. O da bərabərdir. 2 vurulsun buradakı 2'yi bölünsün. Deməli, bura 2 qoysaq 1 minus 2 bizə mənfi 1 verər, kvadratda müsbət 1 verər. Cavabımız nə oldu əzizlərim? Cavabımız oldu 4.